Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Yenilənmiş sertifikasiya 2025 proqramına uyğun olaraq sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimlər üçün növbəti sınaqla qarşınızdayıq. Model sınaq 8, ilk 7 sınaq kanalda yerləşdirilib. Baxmayan müəllimlər mütləq ardıcıl olaraq həmin sınaqları izləyə bilər. Və qeyd edim ki, həm MİQ, həm də sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimlər üçün sınaq qruplarımıza qeydiyyat davam eləyir. Və ən son olan dərs qrupumuz, aprel qrupu artıq dərsə başlayıb, qoşulmaq istəyən müəllimlər o qrupa da qoşula bilərlər. Ətraflı məlumat üçün qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Keçək suallarımızın ətraflı izahına. Birinci sualımız proqrama yeni artırılmış mövzulardan fəza fiqurlarından bağlıdır. İki kubu yan-yana qoyduqda tam sətrin sahəsi 160 kvadrat desimetr olan kuboid alınır. Bu kublardan birinin həcmini tapın. Gəlin bu şəkili əvvəlcə çəkməyə çalışaq. Tutaq ki, daha baxın, 2 dənə kub çəkirik. Yəni bunu siz vizual olaraq görün deyə mən bunları çəkirəm. Nəticə olaraq elə düşünək ki, bu 2 dənə kubdur. Bunlar yanaşı birləşdirilib və belə bir fiqur alınıb. Alınan fiqurumuz bu olacaq. Düzbucaqlı paralelipiped və ya digər adı kuboid də deyə bilərik. Aha, budur. Elə bil bu fiqur bu ortadan da 2 yerə bölünüb də. İndi müəllimlər, diqqət edəcəyimiz məqam nədir? Bunlar yanaşı birləşəndə artıq bax, bu ortadakı üzlərin sahəyə sayılmır. Və biz bilirik ki, kubun, bax biz bunu gözəl bilirik ki, kubun üzü 6 dənə kvadratdan ibarətdir. O zaman tam səthin sahəsi 6a kvadrat olur. Amma burada hər kubdan bir üz bura söykəndiyindən yuxarıda 1, 2, 3, 4, 5, 6, bax burada elə bil böləndə bu üz, 2 üz, 3 üz, 4 üz. 2 yuxarı, 2 aşağı. 2 bizə baxan, 2 arxa tərəf, 4, 4, 8, 1 bura, 1 bura. Demək 10 dənə a kvadratı deməkdir. Başqa cür bunu belə deyə bilərik. 10 a kvadratı bərabərdir 160. İkinci qayda ilə izah eləyəcəm. A kvadratı bərabərdir 16. Demək A bərabərdir 4-ə. Biz buradan tapdıq ki, bu kubun birinin tili 4-ə bərabər imiş. Həcmi isə bərabərdir 4 vurulsun, 4 vurulsun, 4. 3 ölçünün bir-birinə vurulmasıdır. Bu da 64 kub desimetr eləyəcək müəllimlər. 1 kub desimetrimiz 1 litr olduğundan 64 kub desimetrimiz də bərabər 64 litr eləyəcək. Doğru cavab B. Başqa cür belə deyə bilərik. 2 dənə kubu biz birləşdirdik. 2 dənə kubu birləşdirəndən sonra bu fiqur almış oluruq nəticə olaraq. Onda bura adısa, burada adı. Amma diqqət edəcəyimiz məqam haradır? Bax, burada 2 dənə kubun birləşməsi yararına baxın. Bax, qırıq-qırıq xəttlərlə göstərim. Onda bura A, bura A. Onda nəticə olaraq burada 2A-dır. Aydın oldu? 2A, bu A, bu A. Biz də bilirik ki, kuboidin səthinin sahəsi S bərabərdir 2 vurulsun AB üstəgələk AC üstəgələk BC düsturundan hesablanır. İndi burada S bərabərdir 2 vurulsun AB olanda bu A ilə A-nı bir-birinə vuracaq, eləyəcək A kvadratı üstəgələk bu 2 A-nı boya vuranda eləyəcək 2A kvadratı üstəgələk digər 2A kvadratı eləyəcək. Bunları toplasaq 5, 10 bərabərdir 10A kvadratı eləyəcək. 10A kvadratı bərabərdir 160, A kvadratı bərabər 16. Yenə də gəldik, eyni şeyə çıxdıq. Yəni, demək istədiyim budur ki, tilləri adlandırıb buradan da yola çıxmaq olar. Daha rahat, bax burada qeyd olunub. Yəni, biz görürük ki, 2 dənə kubu elə bil 2 dənə kub formasında olan bir əşyanı bir-birinə bitişdirəndə bu ortadakı til itir. Bax, bunun bir üzü 6 dənə üzü var, hərəsindən bir üz itiririk. 5 burada qalır, 5 də burada. 10 üz itir. Növbəti suala baxırıq müəllimlər. Növbəti sualımız da sertifikasiya proqramına yeni artırılmış mövzudan olan faiz məsələsidir. Akifin pulunun 50%, Tunarın pulunun 1/3-nə, Uğurun pulunun isə 25%-nə bərabərdir. Uğurun pulu Akifin pulundan 64 manat çoxdursa, bu oğlanların cəmi neçə manat pulu var idi? Kimlərdən söhbət gedir? Akif, sonra Tunar və Uğur. Məsələni hardan başlayaq həll eləməyə? Burada konkret mənə bir cümlə verib. Uğurun pulu Akifin pulundan 64 manat çoxdur. O zaman
Akifin x manat pulu varsa, Uğurun x üstəgələk 64 manat pulu var. İndi Akifin pulunun 50%-i Tunarın pulunun 1/3-nə bərabərdir. Akifin pulunun 50%-i nə qədər eləyir? Akifin pulunun 50%-i 2-də 1 x. 2-də 1 x. İndi Uğurun pulunun 25%-nə bərabərdir. Akifin pulunun 50%-i, bu 3-də 1 söhbətini qoyuruq hələ kənara. Bura sonra qayıdacaq. Uğurun pulu da x üstəgələk 64-dür və bunun 25%-i. Ədədin faizini tapmaq üçün qayda nədir? Ədədin faizini tapmaq üçün vururuq 25-ə, bölürük 100-ə. Burada da x-in 50%, x vurulsun 50 bölü 100, ondan alınır 2-də 1 x. Bunun hər tərəfini demək müəllimlər. İxtisar eləsə 25, 25-ə 1, 125-ə 4. Nəticə olaraq aldıq ki, 2-də 1 x bərabərdir, 4-də x üstəgələk 64. İndi bunu rahatçılıqla həll edə bilərik. Hər tərəfini 4-ə vurarıq və ya çarpaz formada da vura bilərik. Çarpaz formada vursaq 4x bərabərdir 2x üstəgələk. 2-ni də 64-ə vuranda 128. 2x bərabərdir 128, x də bərabər 64. Artıq tapdıq ki, Akifin 64 manat var. X üstəgəl 64, 64-ün üzərinə 64 gələndə 128 burada var. İndi Tunarın pulunun 3-də 1-nə bərabərdir Akifin pulu. Akifin pulunun yarısı daha doğrusu. 50% yarısı deməkdir. 32 manat nəyin 3-də 1-idir? 32-ni böləcək 3-də 1-ə bərabər edir 96. Buradan da alırıq ki, Tunarın pulu 96 imiş. Həqiqətən də 64-ün 50% 32 eləyir. 96-ın 3-də 1-i 32 eləyir və 32 32-yə bərabərdir. Artıq hər bir şəxsin pullarını tapdıq. Bizdən isə bunların cəmi neçə manatı var deyə soruşur. Üçünün cəmini tapacağım. 64 üstəgələk 96 üstəgələk 128 bərabərdir 288-ə. Doğru cavab elədir C variantı. Üçüncü sualımız müəllimlər diaqram qrafiklərlə bağlı olan bir sualdır. Diaqramda məktəbin 4-cü siniflərində oxuyan şagirdlərin paylanması əks olunub. Bütün oğlanların 4-də 3 hissəsi futbolla, qızların isə 5-də 2 hissəsi bədii gimnastika ilə məşğul olmaq istədiyini deyir. Bu iki idman növü ilə cəmi neçə nəfər məşğul olmaq istəyir? Gəlin əvvəlcə, burada da göstərilir, fərqli rənglərlə göstərilib, baxanda görmək olur. Biz oğlanların oğlanların sayını tapaq. 4A sinifində göy rəng oğlanların sayını göstərir. O zaman göy rəngin uzantısı haradır? Burada. Demək 12 nəfər oğlan buradadır. Yazıram 12. Oğlanlar yazıram bura. Oğlanlar. Əvvəlcə oğlanların sayını tapaq. 12 üstəgələk. 4B sinifinə baxırıq. 4B sinifində göy rəng demək gəlir bura 12 ilə 14-ün arasında. İndi biz burada deyə bilmərik ki, biz hardan bilək 13. Burada gördüyümüz kimi 2, 4, 6 demək bunların arasında tam ədədlər 3, 5, 7 gedir. Biz bilirik ki, əşyaların, insanların sayı, əşyaların da sayı natural ədədlərlə ifadə olunur. Məsələn, 12 tam neçə nəfər oğlan deyə bilmərik. O zaman 4B sinifində bu ortaya düşdüyündən bura olacaq 13. 12 üstəgələk 13, üstəgələk. 4C sinifində oğlanların sayına baxırıq. 16 və 18-in ortası 17, üstəgələk 17, üstəgələk. 4D sinifində oğlanların sayı 18, üstəgələk 18. Bu da bərabərdir. Demək oğlanların sayı elədi 60. Əla, bunu tapdıq. İndi gəlin buradan qızların sayını tapaq. Qızlar bərabərdir. Qırmızı rəng isə qızların sayını göstərir. 4A sinifində 18, 4B sinifində 12, 4C sinifində 10, uzantısını çəkirik. Baxın müəllimlər, uzantı gəlir 10-un üzərinə, burada uzantı gəlir 12-nin üzərinə. Üstəgələk 10, üstəgələk 4D sinifində yenə də 10-un üzərindədir. Bərabərdir. Bunların hər birini toplasaq 18 ilə 12, 30, 30, 40, 50. Qızların sayısı 50-dir. İndi şərt oxuyuruq. Oğlanların 4-də 3 hissəsi 60-ın 4-də 3 hissəsini tapırıq. 4 4-də 1, 64-də 15, 45 nəfər. Qızların isə 5-də 2 hissəsi bədii gimnastika ilə məşğul olur. Qızların sayısı 50 nəfərdir. 50-nin 5-də 2-si. 5 5-ə 1, bu da 25. 25-də 2-yə vuranda 50 nəfər elədir. 50 nəfər də qızlardan bədii gimnastika ilə məşğul olur. Bu iki idman növü ilə cəmi dediyindən biz 45-in üzərinə
50-ni əlavə eləyərik, bərabər eləyər 90. Biz burada 15-i 3-ə vuranda 45, 25-i 2-yə vuranda 50. Demək müəllimlər, üzr istəyirəm, 50-ni 5-ə böləndə 10 alınır. Burada çaşı birim yazmışıq. Hə. Onu da 2-yə vuranda elədi 20. Buradan da 45-in üzərinə 20 gələndə 65. Doğru cavab elədi C variantı. Gəldik növbəti sualımıza. 4-cü sualımız sürət məsələsindən bağlı olan bir sualdır müəllimlər. Avtobus 1800 km yolun bir hissəsini 60 sürətlə tutaq ki, yolu 2 hissəyə bölürük. Sürət 60 km bölünsün saatdır. İkinci hissəsini isə 90 km/saat sürətlə hərəkət edir. Burada 90 km bölünsün saat. Yolun ikinci hissəsində avtobus birinci hissədən 5 saat artıq vaxt sərf edir. Bura yazıram x saat. Bura yazıram x üstə gələk 5 saat. Artıq hər hissənin sürəti də aydındır, hər hissənin zamanı da aydındır. Bizə qalır sadəcə digər yol. Sürətlərlə zamanları vurub toplayıb ümumi yola bərabər eləmək. Yolun birinci hissəsində avtobusun getdiyi yol nə qədərdir? 60 sürəti ilə x saat ərzində gedir. Eləyir 60x. Birinci hissədə getdiyi yol. İkinci hissədə nə qədər yol gedəcək? 90 sürətlə x üstə gələk 5 saat. O zaman 90 vurulsun x üstə gələk 5. Bu da avtomobilin ikinci hissədə getdiyi yoldur. Topla yazırıq ortaya. Çünki cəm olaraq 1800 km bərabərdir 1800 kilometrə. İndi bu tənliyi həll eləsək, 60x üstə gələk 90x üstə gələk 450 bərabərdir 1800. Buradan 150x bərabərdir 1800-dən çıxanda qalır 1350. X də bərabərdir 9. Bizdən isə yolun birinci hissəsini neçə saata getər soruşulur. 9 doğru cavab. Fərqli şeylər soruşula bilər bu məsələdə. Əsas, yəni bax bunu analiz eləməkdir. Növbəti olduqca vacib məsələlərdən biri kəsir məsələsi. Bunu biz x-lə də yaza bilərik, amma x-lə yazmaq sizi çətinə salar. Ona görə bu mərhələli kəsir məsələlərini müəllimlər sondan getmək bizim çox köməyimizə gələcək. Bizə deyir ki, ən sona baxırıq. Üçüncü gün sonra qalan hissəsinin 9'da 5 hissəsini şumladı. Dördüncü gün isə qalan 20 hektar şumladı. Diqqət edəcəyimiz məqam nədir? Əgər üçüncü gün qalan sayının 9'da 5'ini şumlayıbsa, 3-dən 4-cü günə keçəndə hissə olaraq nə qədər qalıb? 9'da 4 hissə. Bütöv hər şey bir götürülür. 9'da 5 hissəsini xərcləyibsə, geriyə 9'da 4 hissə qalır. Bəs tam olaraq nə qədər qalıb? 20 hektar. Onda belə çıxır ki, 9'da 4 hissəsi 20 olan ədədi tapacaq. 20'ni böləcəyik tərsinə bunun. 9'da 4'ə böləndə tərsinə vuracaq. 20 vurulsun 4'də 9, 4 4'ə 1, 24'də 5. 5 dəfə 9, 45. Bunu tapdıq. Demək, 3-cü günə 45 qalıbmış. Bu bir tərəfə gedir. İkinci gün qalan sahənin 8'də 3 hissəsini şumladı. Bəs yaxşı, ikinci gün qalan sahənin 8'də 3 hissəsini şumlayıbsa, İkinci gündən üçüncü günə hissə olaraq nə qədər qalıb? 8'də 5 hissə. Bəs üçüncü günə tam olaraq nə qədər qalıb? 45. Demək, yenə 45'i böləcəyik 8'də 5'ə. Bu da bərabərdir 45 vurulsun 5'də 8. 5 5'ə 1, 9, 72. Bu da ikinci günə qalandı. Birinci gündən ikinci günə qalandı. Bəs yaxşı, birinci gündən ikinci günə görə hissə olaraq nə qədər qalıb? Bizə deyir ki, birinci gün sahənin 4'də 1 hissəsini şumlayıb. 4'də 1 hissəni şumlayıbsa, geriyə 4'də 3 hissə qalıb. Tam olaraq da 72 qalıb. 72'ni 4'də 3'ə bölərik. Tamı kəsrə böləndə tamı kəsrin tərsinə vuracaq. 72 vurulsun 3'də 4. 3'ə 1, 73'ə 24, 24'də 4'ə vuranda 96 hektar. Doğru cavab A variantı. Bunu başdan demək müəllimlər tənlikdə yazıb həll eləyə bilərik. Sonra 4'ə, 8'ə, 9'a hamısına bölünən bir ədəd götürüb x-lə elə də yaza bilərik. Amma bu ən rahatdır və bu tipli məsələlərin hamısında maksimum şəkildə keçərlidir. Baxaq. 6-cı sual. Səid ilə Tunarın 3 il əvvəlki yaşlarının fərqi 18'ə bərabərdir. Burada bu 3 il əvvəl sözü elə bir görməzdən gəlir. Siz yəni bu 3 il əvvəl 18'dirsə, indi də 18'dir. 5 il sonra da 18 olacaq. Bu artıq bizə çox köməklik göstərir. Səidin indiki yaşının
Səid, Tunar. Səidin indiki yaşının Tunarın indiki yaşının 2 dəfə böyükdür. O zaman Səidin yaşı Tunarın indiki yaşının 2 dəfə böyüksə, Tunarın yaşını x götürəcəm, Səidin yaşını 2x götürəcəm. Əla. Müəllimlər, əgər 3 il əvvəl az öncə dediyim kimi fərq 18 olubsa, indi də 18-dir. 2x-dən çıxıram. X-i bərabər 18, x bərabər 18. X-i bərabər 18 tapdım. O zaman Səidin yaşı nə qədərdir? 2 dəfə 18 elədi 36. Tunarın yaşı nə qədərdir? Tunarın da yaşı elə 18. Aha, bunları qeyd elədik. Çox rahat. Yəni burada sadəcə olaraq fərqdən də dolayısı yola çıxıb gedə bilərik, amma ən rahat yolu budur. Hər ikisinin 5 il sonraki yaşları cəmi nə qədər olacaq? 36 ilə 18-i topladıq. Hazırki yaşlar cəmi 54 elədi. Hər ikisinin 5 il sonraki yaşlar dediyinə görə bizdə Səiddə 5 yaş artacaq, Tunar da 5 yaş artacaq. 5 üstə gəl 5. 54-ün üzərinə 10 gələndə 64. Doğru cavab elədi B variantı. Növbəti vacib bir sualımız tənliklərlə bağlı və olduqca maraqlı sualdır. M çıxılsın 3 vurulsun x bərabər 15 tənliyi üçün aşağıdakı təkliflərdən neçəsi doğrudur? İlk baxışda müəllimlər biraz ola bilər çətinlik çəksinlər, amma tam ötəsindən gələcək. Qeyri-adi heç nə yoxdur. İndi burada biz x bərabərdir. Elə bil məsələn 5x bərabərdir 15 yazanda x-i necə tapırdıq? 15-i 5-ə bölürdük də məhsul vuruğun tapılması kimi. Burada da eyni qaydanı tətbiq eləyəcəyik. Birinci vuruq, ikinci vuruq hasil. Məhsul vuruq x-dir. X bərabərdir 15 bölünsün m çıxılsın 3. Yəni kəsr xəttini bölmə kimi düşünürük. Bölmədir, yəni bölməni göstərir. İndi bizə deyir ki, m bərabərdir 3 olarsa tənliyin həlli yoxdur. Bəli, m bərabərdir 3 olarsa müəllimlər 3-dən 3-ü çıxanda 0 qalır. Heç bir ədədi də 0-a bölmək olmaz. Yəni 0-a bölmə yoxdur. Ona görə bu səhvdir. Yazıram bura. Tənliyin həlli yoxdur. Düz yazıb da tənliyin həlli bu doğrudur. Doğrudur. Elə bildim tənliyin həlli var yazıb. Doğrudur. Yəni həqiqətən də 0 alınır. 0-a da bölmə olmaz. Baxaq. M-in 4 natural qiymətində tənliyin həlli natural olur. Gəlin yoxlayaq. Əslində bir növdə sualda ədədin bölünənləri və bölənləri də bu ilə artırılıb. Ona görə mən elə məqsədli bu sualı seçdim. 15 varsa burada tam natural sözü var. Natural olması üçün burada m-3 nəyə bərabər olmalıdır? m-3 15-in bölənlərindən 1-ə bərabər ola bilər. Sonra m-3 bərabər ola bilər. 15 nəyə bölünür? 3 ola bilər. Sonra m-3 bərabər 5 ola bilər. Bir də m-3 bərabər neçə ola bilər? 15-in özü ola bilər. Demək bu qiymətləri ala bilər. İndi gəlin bu qiymətləri alanda görək m özü nəyə bərabər olur? Demək m bərabərdir 4 olsa, m bərabərdir 6 olsa, bu tərəfə keçirdi sadə azalan tapılması kimi. M bərabərdir 8 olsa, m bərabərdir 3 ilə 15, 18. Demək bu qiymətlərində 4 dənə natural, m-in 4 dənə natural qiymətində tənliyin də həlli natural olur. Gəlin yoxlayaq. Həqiqətən də bax 4 yazsaq m-in yerinə 4-dən 3-ü çıxırsan 1, x bərabər 15 elədi. M-in yerinə 6 yazsaq 6-dan 3-ü çıxanda qalır 3x bərabər 15, x də bərabər 5. M-in yerinə 8 yazsaq 8-dən 3-ü çıxanda 5 qalır, 15 5-ə bölünür. Bu formada gördüyünüz kimi həmçinin 18 yazsaq 18-dən 3-ü çıxanda 15, 15 15-ə 1 düşür. Demək m-in 4 natural qiymətində həlli var. Bu da doğrudur. Baxaq. M 8 olanda x ən kiçik sadə natural qiymətini alır. M-in yerinə 8 yazanda 8-dən 3-ü çıxanda 5 qalır. 5 vurulsun x bərabər 15, x də bərabər 3. 3 sadə ədəddir, bəli. Amma ən kiçik sadə ədəd deyil. Ən kiçik sadə ədəd 2-dir. Demək bu səhvdir. Tənliyin 5 natural həlli var. Gördüyümüz kimi tənliyin 4 natural həlli var. Çünki m-in 4 natural qiymətində natural alır x. O zaman elə 4 dənə də natural qiyməti olacaq, 5 dənə deyil. Tənliyin natural həllərinin cəmi 36-dır. Tənliyin natural həllərinin cəmi 36 ola bilmir. Çünki x-in, m-in bu qiymətlərində x-in qiyməti 15 ola bilər. Sonra x-in qiyməti 5 ola bilər. X-in qiyməti 3 ola bilər. X-in qiyməti 1 ola bilər. Həqiqətən də hardan aldıq bunu?
Bax, məsələn, necə bir ola bilər? M-in yerinə 18 yazanda 18-dən 3 çıxanda qalır 15. 15x bərabər 15, x də bərabər 1 yazdıq daha doğrusu. İndi məsələn, 3 necə ola bilər? M-in yerinə 8 yazanda 8-dən 3 çıxanda 5, 15-i 5-ə böləndə 3, x bərabər 3. Sonra x bərabərdir 5 necə ola bilər? M-in yerinə 6 yazanda 6-dan 3 çıxanda 3, 15-i 3-ə böləndə 5. Bir də x bərabər 15. Və gördünüz müəllimlər, bunların da cəmi 15 ilə 5, 20, 23, 24 eləyir. Amma bura 36 yazılıb. Demək, bu da yanlışdır. Doğru cavab 1 ilə 2, yəni say olaraq B variantı. Yəni mükəmməl bir sualda biz həm sadələdləri bilməliyik, həm tənliyi həll eləməyi bilməliyik, həm 15-in bölənlərini bilməliyik. Yəni sual ətraflı düşünmə tələb eləyir bizdən. Növbəti sualımız, üçbucağın tərəflərindən biri 10 sm, 10 sm-dir, ikinci tərəfi isə 13 sm-dir. Üçbucağın perimetrini ala biləcəyi ən böyük natural qiyməti tapın. Biz burada üçbucaq bərabərsizliyindən istifadə edəcəyik. Tutaq ki, üçbucağın üçüncü tərəfi, hər hansı bir tərəfi x-dir. Bu ixtiyari x tərəfi digər iki tərəfin fərqindən, 13 ilə onun fərqi elədi 3. Fərqindən böyük, cəmindən kiçikdir, 23. Bu bir xüsusi qaydadır. Biz bunu dərsdə keçirik. Üçbucaq bərabərsizliyinə aid. İndi x burada hansı qiymətlər ala bilər? 4, 5, 6, 7, 22-yə qədər 22 də daxil olmaqla. Yəni 23 daxil deyil. İndi burada ən kiçik qiyməti desə bu aralığa düşən bərabərsizlikdə ən kiçik qiymət 4 olar. Ən böyük qiymət desə 22 olardı. Bizdən isə perimetrin ala biləcəyi ən böyük qiymət fərqi yoxdur. Perimetrin ən böyük qiyməti deyirsə, demək 22 olmalıdır ki, bu 3 ədədi toplayanda ən böyük ədəd versin. Bu zaman 10 üstə gəl, 13 üstə gəl, 22, 23 eləyir, 23 ilə də 22, 45. Doğru cavab D variantı. Növbəti maraqlı bir sual. Bu da onluq kəsirlərdəndir. Onluq kəsirlər də miqə yeni artırılıb. Daha doğrusu miqə 2024 üçün artırılmışdır. Sertifikasiya isə bu il artırılıb. A çıxılsın 1 bərabərdir 8-də 125 ifadəsinin qiyməti natural ədəd olarsa, A-nın onluq işarələrinin sayını tapın. Biz burada 8-i 125-ə bölək görək nə alınır? 8-i 125-ə böləndə 8 125-ə 0 dəfə 8. Buradan alınmadı. Demək 0 qalır, alınmır. 8-də 0 qalır, 8 qalır, alınmır. Bura 1 0 qoyanda buradan tam ayırırıq. 80 120-yə yenə 0 dəfə düşür. 0, 80 bölünmür. Bura 1 0 da qoyuruq. 125-i 6 dəfə düşür. 6 dəfə 5 30 0 yazaq. Üç yadda A dəfə 2 12 3 də yadda 15 yazaq. 1 yadda 6 dəfə 1 6 3 də yadda 9. 6 dəfə 1 6 dəfə 2 daha doğrusu burada müəllimlər 750 eləyir. Bu nəslinə başqa yolunu da göstərəcəm. İndi belə bölünməni də bilin deyə göstərirəm. 50 qalır. Bölünmür 1 0 da qoyuruq. Burada 4 dəfə alınacaq. 4 də 5 25 20 0 yazaq. 2 yadda 10 0 500. 0 tam elə bil A çıxılsın. 1 bərabərdir 0 tam 1000-də 64. Buradan da A bərabərdir. 1 bu bir tərəfə keçəndə 1 ilə 0 toplansa 1 tam 1000-də 64. 1 tam 1000-də 64 da o deməkdir ki, burada onluq işarələrinin sayı vergüldən sonraki rəqəmdir. Vergüldən də sonra 3 rəqəm olduğundan cavab C-dir. Həqiqətən də bu 1 tam 1000-də 64 ilə biri çıxanda bu qalır və bu tərəfə keçəndə toplayanda bizə nə verir? 1 verir. Başqa cür necə eləyə bilərik? Bax, 125-də 8 kəsirini onluq kəsirə necə çevirə bilərik? Bunun məxrəc və sürətini elə bir ədədə vururuq ki, 10-a, 100-ə, 1000-ə bərabər olsun. 8-ə vursaq, bura eləyər. Hər tərəf buranda 8-ə vuruq, buranda 8-ə 1000 eləyər. Buranda 8-ə vuranda 64 eləyər. Bu da bərabərdir yenə də 0 tam 1000-də 64. Gördünüz, bax bu əziyyəti çəkmədən. Amma bunu da bilməyimiz lazımdır. Demək müəllimlər, bax burada cavab 1 tam 1000-də 64 olur. Sadəcə bunu həll elədik. İfadəni bu tərəfə keçirdik. Tam həll elədik. Həqiqətən də hesablasaq bunu görə bilərik. Yəni A bərabərdir. Bu 125-də 125 eləyir. 125-in üzərinə 8 gələndə nə qədər eləyir? 125-in üzərinə 8 gələndə 133 eləyir. 133-ü də 125-ə böləndə yenə də 1 tam 1064. Yəni A bərabərdir 1 üstə gələk. Bunu çevirmədən də yaza bilərik. 125-də 8. İndi burada 125-də neçə olmalıdır ki, bax bunun üzərinə gələndə bu bizdə 125-də 125-dir bu formada. Cavab 3. Sadəcə olaraq bu olanda biz nə edirik? Bunu həll edirik. Burada gəlib onluq kəsir alırıq. Onluq işarələrinin də sayı vergüldən
sonrakı rəqəmdir. Növbəti suala baxırıq müəllimlər. Rəqəmlərinin cəmi 24 olan 4, 3, A, 2, B, 8 ədədini 10 minliklərə qədər yuvarlaqlaşdırdırsaq 440 min alınır. Hani mümkün mərtəbə qiymət. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. Demək 3-dən sonraki rəqəm bizim sualın taleyini həll edəcək. Mövcud rəqəmlərin cəmi 17 eləyir. 27, amma burada rəqəmlər cəmi 24 olmalıdır. Demək A üstəgələk B-nin də cəmi nə qədər olmalıdır? A üstəgələk B-nin də cəmi olmalıdır. A 2, B 8. A üstəgəl B-nin qiyməti olmalıdır 7. İndi burada 3-ü də elə rəqəm ilə yazılmalıdır ki, 3-ü də 4 eləsin. A bərabər olar nəyə? A bərabər olar burada 5 ola bilər. O zaman B 1 olar. A 6 ola bilər. B 5 olsa B 2 olar. A 5 olsa 6 olsa B 1 olar. A 7 olsa B 0 olar. Burada A'ya 8 yaza bilmərik. 8 ilə 9-u yazsaq müəllimlər, onda B mənfi olur, elə bir şey də alına bilməz. Demək bu rəqəmləri ala bilər. Burada 5 yazsaq, mərtəbə qiyməti təklik, onluq, yüzlük, minlik. Mərtəbə qiyməti 5000 olacaq. Toplayıb 1000-ə də vura bilərik. 6 yazsaq mərtəbə qiyməti 6000 olacaq. 7 yazsaq mərtəbə qiyməti 7000 olacaq. 5, 6, 11, 11-in üzərinə 7 gəndə 18000. Doğru cavab A variantı. Bu qədər müəllimlər. Kanala abunə olub paylaşmağı unutmayın. Videonun rəy bölməsində də neçə səhv, neçə düz olduğunuzu qeyd edərsiniz. Yazdığınızı qeyd edərsiniz. Sağ olun müəllimlər. Növbəti izahlarda görüşərik. Hələlik.